Zərifə, belə quru dayanma da. Foto deyil axı, videodur. Neyini? Nə bilim, bir şeirdir. Yadımdan çıxdı. Nə bilim, bir şeirdir də. Atamın təzə kamerasıyla çəkdiyi bu kadrlarda mən də varam. Ailəmlə bağlı ilk və son xatirəm. Demələ belə, mən İbrahimov Fərhad Tofiqoğlu 1965-ci ildə anadan olmuşam. Həyat yoldaşım İbrahimova Zərifə Ənvər qızı 1968-ci ildə anadan olub. Ha? Nə oldu? Nəyə gülürsən? Sabahın xeyir Azərbaycan. Verilişimiz davam edir. Hörmətli tamaşaçılar, bizim növbəti qonağımız gənc... Talib belə gətirdi ki, doğulduğum günlə valideynlərimi itirdiyim gün eyni tarixdə yazıldı. Leyli xanım, sabahınız xeyir. Salam, vaxtınız xeyir. Leyli xanım, sizin yazılarınız cəmiyyətinizdə baş verən hadisələrə fərqli baxış bucağı ilə fərqlənir. Həm də bildiyimiz qədərilə sonuncu işinizin də olduqca maraqlı mövzusu var. 20 yanvarda doğulanlar. Çox doğru vurğuladınız, amma ilk növbədə sizə təşəkkürümü bildirmək istəyirəm. 20 yanvar hadisələri oldu. Ötən əsrin 80-ci illərinin sonunda Sovet hakimiyyəti Azərbaycanda gözləmədiyi bir qüvvə ilə üz-üzə qalmışdı. Milli birlik, milli azadlıq iradəsi. Azərbaycanlıların Ermənistandakı qədim yurd yerlərindən növbəti kütləvi deportasiyası, Qarabağın itirilməsinə dair təhdidlər, ölkənin müqəddəratı üçün böyük təhlükə idi. Tarix xalqları imtahanlarla böyüdür. Təkamül yolu sınaqlardan keçir. Dünyanın simasını dəyişəcək hadisələr xəttində Azərbaycan ən qaynar nöqtələrdən biri idi. 65 ildə mənim gözümün qabağında hər şey aydın. Gördün? Hə. Qorxdun? Hə. Orada bir uşaq var idi. Ruslan, sən Milli azadlıq hərəkatının dalğaları Bakıdan bütün ölkəyə yayıla bilərdi. Bu səbəbdən SSR rəhbərliyində Azərbaycan üçün ən amansız ssenari yazıldı. İlk qərar dünya ilə əlaqələri kəsməkdir. Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji blokunda partlayış baş verdi. Hər dəqiqə gərginliyi artırdı. Televiziya və radio sussa da ağır zirehli texnikanın Bakıya yaxınlaşması haqda xəbərlər sürətlə yayılırdı. Gördün də, televiziyalarda söndürdülər. Hayır, dirələ vışqanda patladacaqlar. Xəlil, sən hara gedirsən? çörək almağa. Bilmirəm sabah. Axırıncı sizsiz? Bəli, mənəm. Siz keçin də növbə gözləməyin, zəhmət olmasa keçin. Yol verin, keçsin. Çox sağ olun. Geç qızım. İcazə verin. Buyur qızım. Çox sağ olun. Təzədir, Salam hə? Nəsbə xala. Salam qızım, necəsən? Çox sağ olun Nə Nəsbə xala. istəyirdin qızım? Yarım kilo qənd,
Bir dənə də çörək istəyirdim. Mən gözləyərəm. Gəlini yola sal. Yaxşı, baş. Çox sağ olun Nəsibə xala. Xəlili görmədiniz? Muxtarın oğlunu deyirsən? Yox, görməmişəm. Bu çörəyin. Çörək almağa çıxdı. Çıxıblar siz tərəfdə. Bizim Şamaxın ki, çoxlu tanklar yığışıb. Salyan tərəfdə yuxarıda. Yığışıblar sən yaz qazanma. Hamı gedir, hamı bir yanlara gedir. Alo, Zərifə, hardasan bayaqdan? Fərhad. Dükana getmişdim. Sən hələ ordasan? Hə, hələ ki buradayam. Özünü necə hiss edirsən? Yaxşı. Fərhad, mama gələ bilmədi. Zəng eləmişdi. Şəhərə gələn yollar bağlıdır. Avtobuslar da işləmir. Eşidirsən məni? Səsküydən heç nə eşidilmir. Zərifə, burada səsküydür. Qulaq as, səhər gələcəm. Darıxma, yaxşı? Yaxşı. Sağ ol. Sağ ol. SSR Müdafiə Naziri Dmitri Yazov, SSR Daxili İşlər Naziri Bakatin və digər yüksək rütbəli məmurlar hadisədən bir neçə gün əvvəl Bakıya ezam olunaraq qərargah yaratmışdılar. Bu fakt Moskvanın gizli əməliyyata nə qədər əhəmiyyət verdiyini bir daha təsdiqləyirdi. Sənə qurban. Gəl ay bilsə. Hara getdin? Öz evə gəlmir də sözə baxmır. Can ay bilsə. Gəl evə dənən qurban. Hara getdin? Evə gəl. Zərifə. Sərər Xəlili ölüxanadan tapıblar. Özdə qaçanda mən onu gördüm. Yaxşı, sakit ol. Narahat olma. Pəncərənə baxsana. Dünən evə güllə girdi. İsrafil əmi kömək elədi, düzəltdi. Otur. Otur, az sağ ol. Zərifə, dünən bura kaset qoymuşdum. Bilmirsən hardadır? Kitabların dalındadır. Zərifə. 5 dəqiqəlik işim var. Heç nə demə, yaxşı?
Məni gözlə burada, gəlirəm. Mən oğlum üçün hər şey edirəm. Oğlumuz anadan olandan böyüyənə qədər onu çəkəcəyik. Xatirədir də. Ferhat! Zərifə! Yanına bir cami de sağır, yanına bir cami de sağır. Bırakın yakınlar, bırakın. Karma oynaması oydu. Lütfen gel, hazır mı gelsin? Lütfen gelir. Azerbaycan Forum'un dalında, Azerbaycan Forum'un dalında. Совет Акционы, 68-ci rayona gedirəm. Техас, который проходит 14-й бой, проходите. Да, çıxın, kuruşun, gəmilər lazımdır, göz gəmilər lazımdır, çıxın. 26 hardasa, yerimizi deyin de, yerimizi deyin. İhtiras katil dalınızın gəlir. Nasıl? Fakta o. Bakının dünya ilə rabitəsinin kəsildiyi bir vaxtda baş vermiş cinayət haqqında xəbər dənizdən yayıldı. Dənizçilərə aid xüsusi rabitə kanalından Bakı limanındakı Bixr 12 gəmisindən 2 dildə həyəcan siqnalı verildi. Çox keçmədən Qaradəniz, Baltik dənizi, Sakit okeanda üzən gəmilərdən cavab radioqramları gəldi. Azərbaycanlı kapitanların bu cəsarətli addımı Bakıda keçirilən məxfi əməliyyatın müvazinətini pozdu. Gizlinlərin üstü açılmışdı. Sovet hərbi idarəçiliyində çaşqınlıq yaranmışdı. Bakı buxtasına 100-dən artıq gəmi toplaşmışdı. Kapitanların təcili təşkil olunmuş iclasında 7 nəfərdən ibarət Kapitanlar Şurası seçildi. Gərgin müzakirələrdən sonra Şuranın üzvləri Mevlud Əliyev, Murad Əliyev, Kişi Mütəllimov, Ağalar İbrahimov, Müzəffər Əliyev, İbrahim Salayev, Kərəm Məmmədov seçildi. Sakit olun, sakit olun. Biz belə əsərlə heç nəyə nail ola bilmərik. Məsələn, bilirəm ki, Kapitanlar Şurası yaradıldı. Böyük bir məsuliyyət tələb edir. Tez bir zamanda bir neçə mühüm qərar qəbul olundu. Xəzər dəniz neft donanmasının gəmiləri Bakı buxtasını qapayacaq, hərəkət xətlərini bağlayacaq, Xəzər hərbi donanmasının gəmilərini buxtanı tərk etməyə, Sovet hərbi gəmilərini isə buxtaya daxil olmağa qoymayacaqlar. SSR qoşunlarının Bakıdan dərhal çıxarılması tələb olunacaq. Bu şərtlərə əməl olunmayacağı təqdirdə dənizçilər ən sərt tədbirlərə əl atacaqlar. Не плачьте больше, не провоцируйте, не нужно лишних жертв. Зачем вы толкаете свой народ? Молчать! Поэтому я призываю еще раз к вашему благоразумию и будьте моряками. Не сидите! Hadi lafsızırsın. Söz məşğul. Gəlin keçən bir kanalı hansı ki öz aramızdaki o birisi danışıqlara mani olmayalım. Vasıfatla kurtarmaq lazım, vasıfatla kurtarmaq lazımdır. Hədələrə cavab olaraq Azərbaycan gəmiçiləri öz fikirlərindən dönməyəcəklərini bildirirlər. Kapitanların imzaladıqları tələbnamə isə fövqəladə vəziyyətdə fövqəladə qəhrəmanlıq nümunəsidir. 21.01.90-cı il saat 00-dək qoşunlar Bakıdan çıxarılsın. Bugün Bakı buxtasındakı gəmilərdən biri etiraz əlaməti olaraq yandırılacaq. Sahildən və ya dənizdən güc tətbiq olunarsa, estakadaya yan almış bütün gəmilərə, tankerlərə, sahildəki neft anbarlarına od vurulacaq. Hərbi gəmilər hərəkətə keçərsə, biz onları öz cəsədlərimizlə dayandıracaq. Bakı elə bil qaranlığa addım atmışdı ki, bir an sonra nə baş verəcəyini heç kim bilmirdi. Xəbərsizlik, çarəsizlik. Ailəmizin ən xoşbəxt anlarını qoruyub saxlamaq üçün alınan kamera indi Bakının qana bulaşmış küçələrini çəkirdi.
Anamın o vaxt nə hiss elədiklərini mən də hiss edirdim. Seni kimdir seven yüce karanfil? Seni kimdir seven yüce karanfil? Sana ben aşık şeyde karanfil, karanfil. Sana ben aşık şeyde karanfil, karanfil. İlk ateş 20 yanvar akşamı açıldı. Ama kapitanlar bu defa da geriye çekilmediler. Sabit оружие, выходите. Sabit оружие. Eşten Bəhmən. O Günəslidə, Əhmədlidə bərk atışmalar gedir. Burada səsi də eşidilir, güllələr də göstərir, necə güyə tulluyurlar. Ona da ona xəbər eləyərsən. Mirni, bizim gözəlçilərimiz, ailəmizi orada qırırlar. Başa düşdüm. Buxtadakı müqavimətlə imperiyanın Bakı əməliyyatı nəzarətdən çıxırdı. Sahildə və dənizdəki etirazlar arasında rabitə yaranırdı. Sabit Orucov gəmisindəki qərargaha isə daha bir gizli cinayət haqqında xəbər daxil olmuşdu. Şəhid cəsədləri dəniz bazasındakı ambarlara toplanaraq sonra hərbi gəmilərə yüklənəcək və hərbiçilərin ailə üzvlərini buxtadan çıxarmaq bəhanəsi ilə uzağa aparılıb dənizə atılacaq. Xəbərin həqiqiliyini yoxlamaq üçün Babazadə gəmisinin kapitanı Müzəffər Əliyevin başçılığı ilə bir dəstə dənizçi buxtadan çıxacaq hərbi gəmilərə baxış keçirmək istədiklərini bildirdilər. Bizim nümayəndə heyəti bütün gəmilər mütləq yoxlar. SSR Hərbi Dəniz Donanmasının baş komandanının müavini, SSR Ali Sovetinin deputatı, Donanma Admiralı Sidrov ilə görüş gərgin keçdi. Где это видно, что капитаны гражданских судов проверяют военные корабли? Только хотели убедиться, что на кораблях на самом деле находятся семьи военнослужащих, а не трупы. Вы что, с ума посходили? Срочно освободите бухту, иначе мы вас раздавим. Пока войска не выйдут из Баку, ни один из наших кораблей не тронется с места. Ну хватит. Придется вас строго наказать. Kapitanların həbs ediləcəyini eşidən kimi mülki gəmilər hərbi bazaya hücum etmək qərarına gəldilər. Sabit Orucova, indi bir de yakınızda biraz çıkış yolumuz kalır. O da patlatmazdı, ne sayamıza batırır. Hep kalan. Çalışın, çalışın. Eğer gemilerin batrası olsak öyle burada hərbilərin qabağında batrası yok. Sabit Orucova süre. Eşdirəm Yusuf. Gemileri batırma olmayacak. Gemileri sırası kollukluğundan военный порт режима. Buxtadan təzə yediniz də smırsi, təzə yediniz də smırsi buxtadan. Ola bilər, bəlkə də elə bizim uşaqların meyitlərini aparırlar arası tullamağa. Batırın onu, batırın, vurun, batırın. Vur onu, vur. Vurun onu, vurun, taranit, taranit. Qavalacağız şimdi, bak yanımda bir dənə gəmi. Açıq dənizə çıxmaq istəyən hərbi gəmilərin həmlələri uğursuzluğa uğradı. Xəzər Dəniz Neft Donanmasının mülki gəmiləri tarana çıxaraq hərbiçiləri bazaya qayıtmağa məcbur etdilər. Tarana gedən mülki gəmiyə isə 1000-ə yaxın güllə dəydi. Bəzi cinayətlər var ki, onlar barədə bədbəxt hadisədir deyirlər. Bəs bədbəxtliyi törədən səbəblər. O gün mən doğuldum və həmin gün
Her iki valideynimi itirdim. Yanvar şəhidlərinin dəfn mərasimi. Bu sadəcə SSR idarəçiliyinin geri çəkilməsi deyildi. Bu, imperiyanın iflası idi. Bir xalqı qan içində boğmağa qərar verənlər o günlərdə anladılar ki, azad ruhlu insanlarla mübarizədə düşündüklərindən qat-qat artıq qüvvə sərf etməli olacaqlar. لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد وآل محمد. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət, qəbirlər nurla dolsun. Amin ya Rabbil aləmin. Oxunan Qur'anın edilən duaların ilahi dərgahda dərəcəyə qəbula yetməsinə xatir mərhumların ruhlarının şad olması üçün Peyğəmbər, Ali Peyğəmbərə salavat. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Allah rəhmət eləsin, Allah əcr versin. Allah ölümümüzə rəhmət eləsin. Yanvarda doğulduğum üçün o tarixi gecədə baş verənləri tam dəqiqliyi ilə öyrəndim. Kapitanların Bakı buxtasında nümayiş etdirdikləri qətiyyət insanlar üçün ümid yeri idi. Sos həyəcan siqnalı sayəsində hadisələrin gedişi artıq hamıya bəlli idi. Я узнал об этом вчера утром. И, естественно, оставаться равнодушным этому событию не смог. Пришел сюда прежде всего для того, чтобы здесь, в постпредстве, который является небольшим куском азербайджанской земли в Москве, выразить свое соболезнование всему азербайджанскому народу в связи со случившейся трагедией, большими жертвами. Yanvarın 22-si gecə Respublika Ali Sovetinin natamam heyətdə keçirilən fövqəladə sessiyasında SSR rəhbərliyi və hərbi komandanlığı Bakıda törədilən qırğına görə ittiham edildi. Cəza əməliyyatının dayandırılması, qoşunların dərhal çıxarılması tələb olundu. Vəziyyəti belə görən SSR-nin hərb naziri Yazov kapitanlarla şəxsən görüşmək məcburiyyətində qalır. Yazovla söhbətə kapitan Müzəffər Əliyevlə akademik Tofiq İsmailov bərabər gedirlər. Ha, kapitan, demək tətil edirsiniz. Xeyr, biz etiraz edirik. Hamınızı güllələmə gözləyir. Siz bunu başa düşürsünüz? Bəli. Bəs onda niyə buxtadan çəkilmirsiniz? Tələblərimiz yerinə yetirilməyincə biz etirazımızı davam edəcəyik. Bura bax, kapitan. Bugün saat 00-dan buxtada fövqəladə vəziyyət elan olunacaq. O vaxta qədər gəmiləriniz buxtanı azad etməsə, hamınızı batıracaq. Gərgin və ağır müzakirələrdən sonra qərar verilir ki, bütün gəmi kapitanlarına müraciət edilsin. Müraciətdə kapitanlar Yazıqla görüşün nəticələrini açıqlayır, təhlükə barədə xəbərdarlıq edirlər. Belə bir vəziyyətdə hər bir kapitanın qərar verməsi onun özünə bağlıdır. Artıq hər kapitan
öz gəmisi və heyəti ilə bağlı özü qərar verməlidir. Həmin gün 120 gəmiyə xəbərdarlıq edildi. Amma bircə gəmi belə yerindən tərpənmədi. Dənizçilər verdikləri sözdən dönmədilər. Amma Sovet ordusunun baş kəsənləri deyilən vaxtı belə gözləmədilər. Elan edilmiş vaxta 2 saat qalmış, sahildən tanklarla, toplarla, dənizdən hərbi gəmilər və katerlərlə mülki gəmilərə hücum başlandı. Hava desant əməliyyatının bölmələri atəş aça-aça əvvəl vağzal binasını, sonra Sabit Orucov gəmisini ələ keçirdilər. Xəzər dəniz neft donanmasının 40-dan çox dənizçisi həbs olundu. İmperiyanın müxtəlif şəhərlərinə, həbsxanalara göndərildi. İşgəncələrlə dolu 30 günün tamamında dənizçilər azad edildilər. ...1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bakı SSR-nin puç mahiyyətini işıq saldı. Beyinlərdən, ürəklərdən imperiya xofunu silib attı. Azərbaycanda müstəqillik bayrağı qaldırılandan cəmi 2 ay sonra SSR adlı imperiya tarixdən büsbütün silindi. 1994-cü il martın 29-unda Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə Ali qanunvericilik orqana Milli Məclis səviyyəsində ilk dəfə hüquqi siyasi qiymət verildi. Amma savaş bitmədi. Parçalanmış imperiya müstəqillik yolunda inamlı addımlar atan Azərbaycanı Qarabağ uğrunda müharibəyə sürüklədi. Minlərlə qəhrəman savaşa qatıldı. 1-ci Qarabağ müharibəsi şəhidləri sırasında adları qürurla çəkilən 34 dənizçinin əksəriyyəti 20 yanvar hadisələrinin iştirakçısı idi. Heç bir cinayət cəzasız qalmır. Təkəbbür sahibləri törətdiklərinin bədəlinə ağır deyirlər. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Bizi qələbəyə aparan güclü iradə idi, vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Qəhrəman övladlarımız uzun məsafə qət edərək qanlı döyüşlərdə düşməni məğlub edib, üç rəngli bayrağımızı Şuşada qaldırıb. Biz təkcə ərazi bütövlüyümüzü yox, biz milli qürurumuzu bərpa etdik. Mən də Ali Baş Komandanı kimi sizinlə fəxr edirəm. Yaşasın Qarabağ, yaşasın Azərbaycan! Azərbaycanı böyük zəfərə aparan tarixi yol 20 yanvardan keçir. O günlərdə Bakıya ən ağır cəza düşünmüş Sovet imperiyası ən sarsıdıcı zərbəni ilə Bakıdan aldı. Bütün dünyanı Azərbaycandakı qanlı gecədən xəbərdar edən və çətin günlərdə 4 gün düşmənin qarşısını kəsən Azərbaycanlı kapitanlar isə
azadlıq hərəkatının ən şərəfli səhifələrindən birinin müəllifi oldular. Yanvarda doğulanlar adətən ad günlərini qeyd etmirlər. Amma bu il ilk dəfədir ki, mən də özümü təbrik etdim. Çünki 165 yaşlı Xəzər dənizi gəmiçiliyində çalışıram. Məni kapitanlar böyütdülər. Şəxsi nümunələri ilə tərbiyələndirdilər. Qorxmaz, iradəli, mübariz, dönməz dənizçilər. Fövqəladə vəziyyətdə keçmişdən gələcəyə vacib mesaj ötürdülər. Sədaqət, vətənə məhəbbət cəmiyyətin dor ağacıdır. Bizim nəsil onların cəsarətindən güc aldı. Böyük layihələrin hərəkətə gəlməsi üçün bacardığımız qədər xidmət etməyə çalışdıq. Sevginin həyat verici gücünə inandıq. Müharibələrdən keçdik, şəhid verdik, zəfər qazandıq. Azərbaycan bayrağının dalğalandığı hər gəmi vətənimizin bir parçasıdır. Bu şanlı tarixdə doğru yolu nişan verən neçə qocaman dənizçimizin adı, haqqı var. 20 yanvarda böyük qəhrəmanlıq göstərmiş kapitanlar isə üfüqdə yenidən parlayan müstəqillik günəşinin ilk müjdəçiləri oldular.